Salam dəyərli ibtidai sinif müəllimləri. Mən Tural müəllim. Bu günləri sizə EduCompany təhsil şirkətinin ibtidai sinif müəllimləri üçün həm MİQ, həm də sertifikasiyaya hazırlaşan müəllimlər üçün yeni bir test toplusu haqqında məlumat verəcəm. Qeyd edeyim ki, bu kitabda 30 sınaq var və hər sınaqda 60 sual olmaqla ümumilikdə 1800 sual var. Burada həm ana dili, həm ibtidai riyaziyyat, həm də kurikulum sualları var. Ana dili sualları Türkan müəllimə və Rahil müəllim tərəfindən verilib. Kurikulum ICL, riyaziyyat sualları isə mən tərəfindən verilibdir. Deməli, bu kitab kimlər üçün tövsiyə olunur? Təbii ki, ilk olaraq MİQ və sertifikasiyaya hazırlaşan müəllimlər üçün, namizədlər üçün və həmçinin direktor və direktor müavinləri hazırlaşanlar və metodist olmaq istəyənlər üçün kitabda çoxlu sayda suallar var. İndi isə bu kitabdan ibtidai riyaziyyat suallarından bir neçəsinin izahını verəcəm. Kitab inşallah ki, oktyabr ayında artıq deməli çapa gedəcək və kitabı əldə etmək üçün kursumuzla da əlaqə saxlaya bilərsiniz.